Salam, bugün markete getdim. Marketdə 2 ədəd kola aldım və bunların biri orijinaldır, digəri isə padelkadır. Yəni orijinal olmayandır. Bu göstərdiyim orijinal və bu göstərdiyim papedir. Yəni orijinal olmayan kola. Şüşəsindən də bəllidir, içindəki mayədən də bəllidir, rəngindən daha doğrusu bəllidir. Birinin rəngi qara, birinin rəngi biraz ondan açıqdır. İçindəki mayesi. Və ilk öncə orijinal olandan başlayırıq. Sadəcə bu mənim şəxsi fikrimdir. Yəni ağız tamları fərqlidir. İndi sınayaq görək necədir. Və kolanı həqiqətən çox sevirəm mən. İlk dəfədir orijinal kola sınayıram. Görək dadı necədir. Orijinal kolanın qazı biraz az idi, yəni o qədər qazlı deyildi və heç bir tam, yəni fərqli tam hiss eləmədim. Və burada orijinal olmayanı açırıq və qiymətlər də fərqlidir bu arada. Orijinal olanın qiyməti 6 manat və bunun orijinal olmayanın qiyməti 1 manat 50 qəpik. Hal-hazırda onu sınayırıq. O birisinə nisbətən görək bu necə tam verir. Və orijinal olmayanı da sınadım. O biraz daha qazlı idi və dadları eyni idi, bir fərq yoxdur. Və yenə deyirəm, ağız tamları fərqli ola bilər. Bu mənim şəxsi fikrimdir. Mən orijinal olmayanı daha çox sevdim. Qiymət baxımından da 1 manat 50 qəpiklik olan gözəldir.